Şirkət deyirsən, mənim dövriyyəmi təşkil elə. Sən mənə kömək elə, mən də sana kömək eləyim də. Sən mənim mallarımı tanıt. Malda necə tanınar? Bir insan 1000 müştəriyə xidmət eləyə bilər? Yox. Amma siz 1000 insanın alışını təşkil edə bilərsiniz. Komanda vasitəsilə. Dəvətlər vasitəsilə. Don File'ın salfetlər üzərində 10 dərsin, birinci dərsin bilməyibsə, gedin o dərsi dinləyin. Biraz ola bilər sizə ağır gələr, biraz orada bəzi sözlər sizə qəliz gələr. Amma o reallıqdır. Siz onları öyrənməlisiniz. Siz iş qurduğunuz sahə, multilevel marketing sahəsidir, MLM sahəsidir. Siz bu biznesin, bu sənayenin, bu sahənin bir salon açmaq biznesindən, bir tükan açıb Türkiyədən mallar vurub bu biznesdən, yaxud bir şirniyyat sexi açım, o kimi biznesdən fərqin bilməsiniz ki, bu ayrı bir biznesdir. Bu yatırım qoyulur, amma pul yatırımı yox. Buna zaman yatır, buna bilik yatır, buna enerji yatır. Bu öz-özündən əmələ gəlmir bu da. Zəhmətsiz heç nə yox. Ravi cəmaatın pul yatırtmağa 100 mini, 200 mini, 1 milyonun başından keçməli olduğu pulu yoxdursa, o insan burada çox gözəl iş qura bilər. Əgər bunun əhəmiyyətinə varmış olsa.